Salam dəyərli müəllimlər. Deməli, mix sınaq qrupunun birincinin izahına başlayırıq. Bunu nümunə kimi verirəm. Yəni, hamını xəbərdar etmək istəyirəm ki, bizim sınaq qrupumuz başlayıb, ödənişlidir. Yəni, ciddi məşğul olmaq istəyən müəllimlər bizim deməli, yuxarıda yazılan nömrə ilə əlaqə saxlayıb sınaq qruplarımıza qoşula bilər. Ödənişdə çox da deyil. Yəni, 20 manatdır. Yəni, sınaqlar da həqiqətən çox möhtəşəmdir. Sınaqlar qrupa atılacaq. Yəni, müəllimlərin qrupuna atılacaq. Hansı ki, sınaq qrupuna atılacaq. Ondan sonra, müəllimlər işləyəndən sonra bunun video həlləri YouTube kanalında yerləşdiriləcək. Ancaq həmin müəllimlər baxacaq. Yəni, qrupdakı müəllimlər. Aydındır. Başqa digər müəllimlər isə yox. Yəni, əgər istəyirsinizsə, bizim sınaq dərslərimizə qoşula bilərsiniz. Nümunə kimi birinci sınağın izahını verəcəm. Vaxt itirmədən testlərin izahına başlayaq. Deməli, birinci sual odur ki, müxtəlif cür deməli, testlər var. Hər tipli testlər var burada. Yəni, seçmə sınaqlardan ibarətdir. Birinci sual odur ki, düzxətli bərabər yavaşayan hərəkət edən cisim 120 metr yol gedərək dayandı. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu tapın. Deməli, biz bilməliyik ki, bərabər yavaşayan hərəkətdə yolun birinci yarısında gedilən yol 3s böl 4'dür. İkinci yarısında gedilən yol s böl 4'dür. İndi bizə də deyək ki, zamanın ikinci yarısında ümumi yol 120'dir. 120'ni də 4'ə böləndə, yəni ikinci yarısından söhbət gedir. 30 metr olacaq. Deməli, cavab olacaq B variantı. Əgər birinci yarısı desəydi, olacaqdı 90. Yəni 3s böl 4 yazacaqdıq. Sonra ikinci suala baxırıq. Başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Cisimlərin sürətinin bərabər olduğu anda onlar arasındakı məsafəni hesablayın. Deməli, biz bilməliyik ki, dəyərli müəllimlər, cisimlərin sürətləri harada bərabər olur? Yəni bu nöqtədə. Deməli, onda biz sahə ilə gedirik. İndi baxırıq, birincinin sahəsi budur. Ümumi bu sahə. Burada da diqqətlə fikir verirsiniz ki, 2 dənə fiqur var. Birinci fiqur düzbucaqlıdır, ikinci fiqur trapesiya. Deməli, yazıram S. Deməli, 1. S1 bərabərdir. Birinci fiqur, yəni trapesiyadır. Lap buna S1 belə yazıram. S1 üstəgəl S2. Deməli, birinci düzbucaqlıdır. Düzbucaqlının sahəsi 30'u 4'ə vururam. Eləyir 120 plus. İkinci trapesiyadır. Bax bu sahə. Trapesiya. Trapesiyanın da sahəsi oturacaqlarının cəmini yarısı vur hündürlük. Yəni 30 plus deməli 15 böl 2. Hündürlüyü də olacaq 2. Bu da bərabərdir. Deməli 120'yi 165 eləyəcək bu. İndi keçirik ikinci fiquru sahəsinə. İkinci fiqur budur. Bax bu. Bu da üçbucağın sahəsidir. 6 vur 15 böl 2. Bu da eləyəcək 45 metr. İndi diqqətlə fikir veririk ki, bax burada hər iki cisim başlanğıc koordinatı eynidir. Bax görürsən, başlanğıc anda eyni nöqtədədirlər. Hər iki cisim, həm birinci cisim, həm də ikinci cisim. Deməli, birinci cisim x oxu istiqamətində gedir 165 metr, gəlir bura. Amma ikinci cisim isə x oxu istiqamətdə 45 metr gəlir. İndi bizə deyir ki, bunlar arasındakı məsafə. Əlbəttə ki, bunlar arasındakı məsafə budur. Çıxırıq bunu. 165'dən 45'in çıxanda qalır 120. Aydındır? 120. Cavab olacaq C variantı. Sonra keçirik 3-cü suala. 3-cü sualda deyir ki, iki cisimin yer dəyişməsinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Birinci cisimin ikinci cisimə nəzərən sürətinin proyeksiyasının modunu tapın. Deməli, baxırıq bərabər sürətli hərəkətdir. Birincinin sürəti olacaq nə? S1 böl T1, yəni 40'ı bölürəm 10'a, eləyir 4. İkincinin sürətinin proyeksiyasını tapanda eləyəcək S2 böl T2. Deməli, mənfi 60'ı bölürəm 10'a, eləyir 6. İndi bizə də deyək ki, birinci cisimin ikinci cisimə nəzərən. Birinci cisimin ikinci cisimə nəzərən nə deməkdir? 1'dən 2'ni çıxırıq.
Yəni 4-dən çıxıram -6-nı eləyir 10. Cavab eləcək B variantı. Sonra deməli 4-cü suala baxaq. Cisim müəyyən məsafəni 8 metr/saniyə sürətlə 9 saniyə gedir. Bax. Deməli cisim müəyyən məsafəni 8 metr/saniyə sürətlə V1 bərabər 8 metr/saniyəni 9 saniyəyə gedir. T1 bərabər 9 saniyə. Deyir ki, cisim hansı sürətlə hərəkət etməlidir ki, həmin məsafəni. İndi biz bu həmin məsafə edəndə bu məsafəni tapmalıyıq da. S bərabər VT. Aydındır? 72 eləyəcək. İndi bizə də ki, həmin məsafəni cisim hansı sürətlə hərəkət etməlidir ki, həmin məsafəni 12 saniyə geçsin. T2 bərabər 12. Vəsiyo da. Deməli, V-ni tapacaq. V2 bərabər olacaq S böl T2. Vəsiyo. Lap bunu S2 də yaza bilər. Çünki məsafələr eynidir. 72-ni də 12-yə böləndə neçə eləyir? 6 eləyir də. Cavab olacaq B variantı. Sonra 5-ci sual. Deməli, məsələdə deyir ki, OX oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasını zamandan asılılıq qrafik vermişdir. Cismin 12 saniyə getdiyi yol yer dəyişməsindən nə qədər çoxdur? Vəsiyo. Deməli, biz sahələrə baxırıq. S1, sonra buradakı sahə S2, buradakı sahə S3. Vəsiyo. S1-i tapırıq. S1 nədir? Deməli, oturacağı ilə hündürü hasilin yarısı. Yəni, bu sahə. Bax, bu sahə gedir S1. Bax, bu. Bu da eləyəcək nə? Deməli, 4 vur 10 böl 2. Eləyəcək 20. S2 isə bu sahədir. Bax, bu. S2 eləyəcək. Deməli, oturacağı 4, hündürü -5 böl 2. Bu da eləyəcək -10 metr. Üçüncü fiqur isə S3. Bax, budur. Bax, bu. Bu da eləcək oturacağı 4 vur, hündürü 10 böl 2. 20. İndi biz yolu tapanda sahələrin həmişə modullarını toplayırıq. Burada diqqətli olmaq lazımdır. Eləyəcək, deməli, hamısını toplayanda 50 metr eləyir. Amma yer dəyişməni tapanda belə yazırıq. Yer dəyişmə. Elə olduğu kimi S1 üstəgəl S2 üstəgəl S3. Deməli, 30 eləyəcək. 30 eləyəcək. Nə qədər çoxdur? 50-dən 30-un çıxırıq, qalır neçə? 20. Deməli, cavab eləyəcək Y variantı. Sonra keçirik buna. 6-cı suala. Deməli, X oxu boyunca düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasını zamandan asılılıq qrafiki vermişdir. Hansı zaman intervallarında cisimə təsir edən qüvvənin istiqaməti hərəkət istiqamətindədir? Deməli, baxırıq. 0T1 intervalında ümumiyyətlə V müsbətdir. Düz xətt yuxarı yönəldiyinə görə təcil müsbətdir. Demək, təcil müsbətdirsə, qüvvə də müsbətdir. İndi keçirik T1, T2-yə. T1, T2-də də yenə V müsbətdir. Çünki qrafik 0-ın yuxarısındadır. Düz xətt aşağı yönəldiyinə görə, deməli, təcil mənfidir proyeksiyası. Qüvvə də mənfidir. İndi T2 ilə T3-ə baxırıq. T2 ilə T3-də sürətin qrafiki 0-ın aşağısındadır. Deməli, sürətin proyeksiyası mənfidir. Düz xətt aşağı yönəldiyinə görə qüvvənin proyeksiyası da mənfidir. İndi bizə deyir ki, harada cismə təsir edən qüvvənin hərəkət istiqamətindədir. Yəni, sürətlə qüvvənin işarəsi eynidir. Deməli, burada olacaq. Yəni, biz tapdığımız birinci bölmədə olacaq. Bir də harada olacaq? Bir də 3-cü bölmədə. 1 və 3. Cavab olacaq burada A variantı. Sonra, baxaq 7-ci suala. 7-ci sualda deyir ki, X oxu boyunca düz xətli hərəkətlə cismin sürətinin proyeksiyasına zamandan asılılıq qrafiki vermişdir. 6 saniyə müddətində cismin getdiyi ümumi yol 28 metr olarsa. Aha, deməli, biz bu fiquru sahib, bu da hər hansı bir sürətdir də. Sürət aşağıda oldu, ona görə olacaq -V. İndi ümumi yolu tapanda bu fiquru sahəsi ilə gedirik biz. Trapesiyanın sahəsi. Bu trapesiyanın sahəsi. Onda S bərabərdir 28, bərabərdir. Trapesiyanın sahəsi eləcək. Oturacağı ilə 6 üstəgəl 1
böl 2 vur hündürü də V-dir. Bu da eləcək nə? 6, 7. Deməli 7 dənə V bərabərdir. 2 vur 28 də yazaram. 4, 7-ni 28 kimi də ixtisara görə yazdım belə. V bərabər oldu 8. V-ni tapdım 8. Yəni aşağıda V tapdım 8. Modulu 8. Aha. Bizə də deyir ki, təcilin modulunun ən böyük qiymətini tapın. Bax burada təcili tapdım sürəti tapdım -8. İndi baxaq. İndi bu intervala baxaq. Bax bu intervalda təcilə baxaq. Buna A1 deyirəm. A1 nəyə bərabərdir? V çıx V0 böl T. Yəni -8 çıx 0 böl 3. Bu eləcək modulu deyir də 3-də 8. Bir də buradakı təcilə baxırıq. Bax buradakı təcilə. Buna da deyirəm A2-də. A2 nədir? V çıx V0 böl T. Yəni 0 çıx -8. Bax buradan bura gedənə qədər zaman olub 2. 4. Deməli əlbəttə ki 3-də 8-dən 4 böyükdür də. Ona görə maks böyük qiymətini dediyinə görə biz 4-ü götürürük. Olacaq A variantı. Sonra 8-ə baxırıq. Deməli bir-birindən 350 metr məsafədə yerləşən iki cismin sürətinin proyeksiyası zamanda asıq qrafik verilmişdir. Deməli görüşənə qədər birinci cismin yer dəyişməsini hesablayın. Aha, burada da, bax burada da. Deməli baxırıq, bax bu sahələrə baxırıq. Bu sahələrə baxırıq. Deməli bu T anıdır da. Deməli birincinin sahəsi olacaq 7T. İkincinin sahəsi olacaq 2T. İndi biz bilirik ki, bunlar eyni istiqamətdə hərəkət etdiyinə görə. Bax, bunlar eyni istiqamətdə hərəkət edir. Yəni, bax, fikir verin. Cisimlərin bir-birindən 350 metr məsafədə yerləşən. Bax, bir-birindən 350 metr məsafədə yerləşir. Bax, deməli, onda belə çıxır ki, bunlar eyni istiqamətdə hərəkət edir. Eyni istiqamətdə hərəkət edəndə, deməli, bu məsafələr çıxılır da. Delta S nə olacaq? 7T'dən 2T çıxacaq. 5T. 5T nəyə bərabərdir? 350-yə. Deməli, mən buradan T-ni tapdım nə qədər? 70. 70. T-ni tapdım 70. İndi bizə deyir ki, görüşənə qədər birinci cismin yer dəyişməsini tapın. Aha. İndi birinci cismin yer dəyişməsi nə olacaq? Deməli, birinci cismin yer dəyişməsi əlbəttə olacaq. S1 bərabər V1 vur T. V1 burada 7-dir. T də 70-dir də. Eləcək 49. 490 Y variantı. Sonra 9-cu suala baxırıq. 9-da da ki A nöqtəsindən başlayaraq çevrə üzrə bərabər sürətdə hərəkət edən cismin B nöqtəsində olduqda yer dəyişməsinin modulu. Deməli A nöqtəsindən gəlib B nöqtəsinə. Yer dəyişmə bilirik ki, cismin başlanğıcından sonu birləşdirir. Deməli 2R nəyə bərabərdir? R-ə bərabərdir. Məsələnin şərtində bunu deyir. S-ə bərabərdir, daha doğrusu S-ə. Deyir ki, A nöqtəsindən başlayaraq çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin B nöqtəsində olduqda yer dəyişməsinin modulu S olarsa, C nöqtəsində olanda nə olar? Vəsiyo, indi biz burada tapdıq ki, yer dəyişmə R-ə bərabərdir, 2 R-ə bərabərdir. İndi C-də olanda onda nə olacaq? Bax, bura R-dir, bura R-dirsə, bax, bu yer dəyişmə var ha, bax, S yer dəyişmə. Bərabər olacaq, yəni AC. R kök altda 2. R kök altda 2. İndi biz R-i S-lə əvəz eləməli. R-in yerinə yaza bilərəm S böl 2. Bu olacaq, deməli, S kök altda 2 böl 2. Aydındır. Bunu da deməli, R kök altda 2 S böl 2. Buradan da indi biz yəqin ki, bunu irrasionaldan azad eləyərdi. Çünki belə bir şey yoxdur burada. Belə yazaram da. S vur. Kök altda 2-yə vuraram. Sürət və məxrəcin. Olacaq sürətdə eləyəcək 2. Məxrəcdə eləyəcək 2 kök altda 2. Bu da eləyəcək S böl kök altda 2. Cavab eləyəcək B variantı. Sonra baxırıq 10-cu suala. Axın sürəti 10 metr böl saniyə olan çayda K nöqtəsindən suya nəzərən sürəti 10 metr böl saniyə üzgüçü hərəkətə başlar və M nöqtəsindən çıxır. Buna əsasən bizdən soruşur KL məsafəsini tapın. Bax burada birinci sürəti proyeksiyalara ayırırsan. Bax biri bu. Biri də bu. Perpendikulyar və paralel. Yəni x, y. Bax bucağa bitişikdirsə kosinüsdür. Bu olacaq nə? 10 vur kosinüs 37 dərəcədə verir 0,8 elə birbaşa yazıram. Bu 8 metr böl saniyə budur. Bu da 6 metr böl saniyədir. Aha. Bu məlum.
Bizdən KL məsafəsini soruşur. Yəni bax bunu deyirik. Biz də bilirik ki, deməli burada biz nə edəcəyik? Birinci Y proyeksiyalarını yazırıq. Y budur. Bax Y budur. Həmişə bax belə yazın. Bir də X də budur. Y proyeksiyasını yazanda nə edirik? Y oxu boyunca olanlar hansılardır? 6 ilə 6'dır. Yəni birinci Y oxu boyunca proyeksiya yazanda yazacağıq nə? X bərabər VT. X-imiz D-dir. V-miz 6'dır. T-ni bilmirik. Düzdür? Aha. İndi Y proyeksiyasını, X proyeksiyasını yazanda nətər yazacağıq? X proyeksiyası nədir? X bərabər VT. Bax, X-imiz X oxu boyunca olanlar kimdir? 16. V-mizə bax. Sağa 10 gedir, sola 8 gedir. Deməli, sürətlər əks istiqamətdə olanda çıxılır. 2T. Və buradan T-ni tapdım 8. Həmin T-ni gətir burada yerinə yazacağım. Həmin D məsafəsini tapacağım. 48. Cavab olacaq Y variantı. Sonra 11'ə baxaq. Deməli bu nəzəriyyə tipli sualdır. Vektorial kəmiyyətdir. Əlbəttə ki yer dəyişmə. Sonra skalyar kəmiyyətdir. Əlbəttə ki yol. Hərəkət trayektoriyası başlanğıc və son nöqtə ilə birə istiqamətlənmiş düz xətt parçası. Bu yer dəyişmədir. Vahidi metrdir. Hər ikisinin vahidi metrdir. Hərəkət zamanı sıfıra bərabər ola bilər. Bu yer dəyişmədir. Deməli cavab olacaq 2, 1, 3, 5, 4. Cavab olacaq A variantı. Sonra keçirik növbəti suala. Deməli 12-ci suala. Burada da cədvəldə düzxətli bərabər sürət. Bax görürsən düzxətli bərabər sürətli deyil bizə. Deməli sürət hər yerdə eynidir. Buradan mən sürəti tapa bilərəm. V bərabər S böl T. Tapdım 8. Deməli burada da 8-dir də. Onda mən buradakı S-i tapa bilərəm də. SB-ni tapa bilərəm. S bərabər VT deyil düsturumuz. V-ni tapmışam 8. T də 5-dir. Eləcə 40. SB-ni tapdım 40. İndi burada da A-nı da tapa bilərəm də eyni qayda ilə. T bərabər S böl V. Yəni TA bərabər S böl V. V hər yerdə eynidir də 8-dir. Çünki bərabər sürətli hərəkətdir. S də 72 verib burada. Bu da neçə eləyir? 9. Vsyo. Deməli B-ni tapdım. B-ni tapdım 40. Bu da 9. Cavab oldu Y variantı. Sonra baxaq burada. Deməli 13-cü suala. Deməli düzxətli bərabər sürətli hərəkətdən cisim. Görürsən bərabər sürətli deyir. Bərabər sürətli nə deməkdir? Hər yerdə sürət eynidir. V bərabər S böl T. Vsyo. Dedi 8. Cavab olacaq C variantı. Şifahi sualdır bu. Sonra baxaq burada bax bu suala 14-cü suala. Bax bu bilirik ki, deməli yer dəyişmənin zamandan asılılıq qrafikində bucağın tangiyası bizə sürət verir. Biz bunu nəzəriyyədə keçmişik. Bax birinci deməli bucaq budur. İndi ikinci bucağı bilmək üçün zaman oxu gətirib qoyuram bura. Üçüncünü daha doğrusu. 2 sükunətdədir. Sükunətdə olanda sürət 0 olur. Deməli 1-dəki sürət 3-dəki sürətdən böyükdür. 2 də 0-a bərabərdir. Və bu cavab olacaq A variantı. Sonra keçirik bura. Deməli bərabər yavaşayandır. Bax biz bilirik ki, bax bu birinci qrafik var ha. Bax burada birinci qrafik. Vx-in T-dən asılıq qrafik. Bax bilirik ki, 0-ın yuxarısındadırsa V müsbətdir. Düz xətt yuxarı yönəlsə A müsbətdir. Burada isə, bax burada isə Vx T qrafiki. Bax. Deməli qrafik yuxarıdadır. V müsbətdir. Düz xətt aşağı yönəldiyinə görə A mənfidir. Deməli yeyinləşən hərəkətdir. Yavaşayan hərəkətdirsə ikincini götürəcək. Bax bura 1 yazacaq. Yeyinləşən bu oldu 2. Bunu bildik. Bu getdi. Sonra indi 4 saniyədə 32 metr yol gedib. Sahələrlə gedəcək də. Bax buna birinci S1 yazıram. S1. Sahəni tapıram. 4 vur 16 bölü 2. 32 elədi. Bəs bunun sahəsi nə olacaq? Bu da elə eyni şeydir. 4 vur 16 bölü 2. Bu da eləcə 32. Deməli hər ikisində yol 32 metrdir. Bu oldu 3. Ortaya gedir. Hərəkət sükunət əlindən başlayıb. Bax bu görürsən sükunət nədir? Başlanğıc sürəti 0. Bax burada. Bu olacaq. Deməli bu olacaq 4. Dəyişən sürətli hərəkətdir hər ikisi. Vsyo. Deməli 2, 4, 1, 3, 5. Cavab D variantı. Sonra baxaq. Deməli buna baxaq. 16-cı suala. Deməli hərəkətdən cisim üçün deməli cədvəl zaman və onun sürət qiymətləri verilib. Hansı qrafik bu cismin sürətinin zamandan asılılığını düzgün ifadə edir? Bax burada fikir verirsiniz. Zamanın 0-cı anında cismin sürəti 20 olub.
Zamanı bu olmaz. Zamanın 0-cı anında bu fikir verir, elə sürət də 0 olur. Bu olmaz. Sonra bu da olmaz. Zamanın 0-cı anında cismin sürəti 40-dır burada. Deməli 3-dən biridir. Bax fikir verin. 0 olanda sürət olub 20. 2 olanda sürət olub 15. 4 olanda sürət olub 10. Get-gedə sürət azalır. Bu yavaşlayan hərəkətdir. Ona görə olacaq B variantı. Sonra baxaq. Deməli 17-ci suala. Dəyərli müəllimlər, buna baxan kimi sən bilməlisən ki, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdirsə buraya yazıram 1. Bərabər yeniləşən hərəkət bax budur. Bunu bilirik biz nəzəriyyədə. Orta sürət 10 metr/saniyədir. Deməli orta sürət 10 metr/saniyədir. Orta sürət dəyişən sürətli hərəkəti xarakter edən kəmiyyətdir. Bərabər sürətli hərəkətdə orta sürət yoxdur. Deməli orta sürət 10-dursa biz burada tapa bilərdik. Orta sürət nə bərabərdir? V üstəgəl V0/2. Deməli 20 üstəgəl 0/2 10 eləyir də. Deməli 3 gedəcək bax bura. Hərəkət sükunət halından başlayıb bax budur. Vsyo. Deməli gedilən yol 80 metrdir. Yol fiquru sahəsidir də. Burada sahəni tapanda 8-i 20-yə vurub deməli oturacağı ilə hündürü hasilin yarısı. Bəli, hər ikisində ödənilir bu. Bax burada da sahə. Bax burada sahəni tapanda S bərabərdir 8/20/2. 80 metr eləyir. Burada da sahəni tapanda yenə eləyir 80 metr. Ona görə o hər ikisinə gedəcək. Deməli 3-ə gedəcək 5. İndi baxaq görə burada nəyi səhv eləmişik biz. Bərabər sürətli hərəkətdir, düzdür. Deməli bu gedir birincinə. Bərabər yerləşən hərəkət bu da gedir ikinci. Orta sürəti 10 metr/saniyədir. Orta sürəti 10 metr/saniyədir. Hərəkət sükunət halından başlayıb gedilən yolda 80 metrdir. Düzdür, burada orta sürət 10 metr/saniyədir. Deyəm bir dənə bu şeyi düzəldim. Bax bu gedəcək deməli bura. Deməli 2 4 1 3 5. Çünki bax burada fikir verirsiniz, elə bunun sürəti elə 10-dur da. Ona görə cavab olacaq burada 2 4 1 3 5. Cavab D variantı olacaq. Sonra bu rahat sualdır. Cisimlər arasındakı məsafə harda ən böyükdür? Sürət zaman qrafikində qrafiklərin kəsişmə nöqtəsində cisimlər arasındakı məsafə həmişə ən böyük olur. Ona görə cavab olacaq B variantı. Sonra 19-cu suala baxaq. Hansı üzgüçü A nöqtəsində olar? Deyir, çayın axın sürəti V çay və 5 üzgüsünün suya nəzərən sürət vektorları verilmişdir. O nöqtəsindən üzməyə başlayan hansı üzgüçü A nöqtəsində ola bilər? Deməli, üzgüçünün hansı nöqtədə olmasını bilmək istəyirsənsə, yerə görə sürətə baxırsan. Yəni, üzgüçünün sürətinin üstünə çayın sürətini əlavə edirsən, özü vektorial. Bax, fikir ver, mən elə qısaca yazıram. Bax, birin üstünə çay 2 bölgüdən ibarətdir. Onu əlavə eləsəm, yekun sürətə bax. Bax, yekun sürət gedib A nöqtəsindən çıxacaq. Deməli, bu hansı olacaq? Birinci. Və ən nəhayət axırıncı suala baxırıq. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasını zamandan asılıq qrafik vermişdir. Hərəkət müddətində sürət və təcilin istiqaməti neçə dəfə dəyişib. Deməli, biz bilirik ki, sürətin istiqamətinin dəyişməsi zaman oxunu neçə dəfə kəsibsə, istiqamət o qədər dəyişir. Zaman oxunu 2 dəfə kəsib. Deməli, sürət 2 dəfə dəyişib istiqaməti. Bunlar olmayacaq. Təcillə baxırıq. Təcil. Bax, düz xət yuxarı yönəlirsə, deməli, təcilin proyeksiyası müsbətdir. Düz xət aşağı yönəlirsə, təcilin proyeksiyası mənfidir. Deməli, təcilin işarəsi neçə dəfə dəyişib? 1 dəfə. Müsbətdən keçib mənfiyə. Ona görə cavab olacaq A variantı. Diqqətinizə görə sağ olun.